Dostlar salamlayıram. Gəlin bullet oyunlarımızı növbəti bölümünü çəkək. Bilirsiniz ki, bullet oyunları bizim zamana qarşı serialımızdır. Və rəqib hal-hazırda sürətli şəkildə qalasını qurdu. Və mərkəzdən deyəsən gəlmək istəyəcək. Gəlin mərkəzə bir piyada yerləşdirək. Atı bronya. Deməli, belə oynasaq zəifləyir də onu. Düzdürmü? Atımızı mərkəzə oynayaq. Bir dənə də bunu belə oynayaq. Buna səhv gedişdə yox. Atını bırak. Yəni atımızda gəlməyə yerimiz oldu. Hə, bunu açdıq belə. Qabağına qoyaq. Piyadan gələ bilər. Piyadan gələ bilər və qoyduq bunu bura. Onu da koyduk buraya. Deməli. Yəni boş gelişi. Buradan keçək də. Buradan durma başlayaq artıq. Filləri dəyişəcək. Atlar dəyişə bilər. Mərkəzdəki piyadasını götürək. Sonra gedək. Filimizin də qabağını açmaq istəyirəm də. Fil də qabağı açılmayıb. Ona görə biraz. Yəni topları dəyişək. Topları dəyişək. Bir dənə belə oynayaq. Bunu da belə oynayaq. Nə oynaya bilər bu? Bunu vurduq. Bir dənə də belə hücum atın bağlamaya salaq. Əslində on atını vurma olardı. Gəl belə hücum eləyək. Topu gələ bilər. Və bu atını qaçırdıq. Atı hara gələ bilər. Belə vurduq. Vurduq. Bu ne böyle oynadı ki? Başa düşmedim ben. Bu ne böyle oynadı ki dostlar? Maraqlıydı. Ay sen Hindistanlı. Bəli, keçək növbəti oyuna. Bəli, növbəti oyunumuza keçdik və kol açılışı oynayacağıq. Maraqlı olsun. Kol açılışını deyəsən çox adam bilir. Ancaq bəzi insanlar kol açılışını dəqiq bilmirlər. Ona görə də mən ardıcıllığı sizə göstərəcəyəm. Hazırda hücum elədik ata. Bəli, gözəl. Bu yaxşı oldu. Öz işini asadlaşdırdı. Öz işini asadlaşdırdı və buradan mat istəyirik rəqibdən. Və fili gəldik bura.
Həmçinin buradan vəzir istəyirik. Deməli belə. Gəldik vəziri bura. Və bir gedişə yenə mat istəyirik rəqibdən. Həmçinin belə bir oyun oynamaq olar. Hazırda bunu partlatmaq olar. Yəni indi. Deyən. Bunu belə oynasaq. Bəs bunu belə oynasaq. Hazırda burada şah istəyirik. Bir dənə qabağa gedək. Belə bir şah. Belə bir şah. Biraz düşünmək lazımdır dostlar. Keçəcəyimiz hal-hazırda var. Keçəcəyimiz fikirləşmək olar. Bunu gəldik buraya. Bəli, şah verəcək, rəqib vəziri götürdü. Vay. Bəli, rəqib vəzirlər dəyişdi. Və bu pis oldu dostlar. Bəli, yaxşı gəlmişdik. İntihası. Amma piyadamız da var, görək nə edə bildik. Rəqibi sıxışdıra bildik piyadalarını. Bəli, piyadalarla hücum edək rəqibə. Solda qalmağa çalışacağım ki, piyadanı getməyə çalışacağım. Görüm, alındıra bilirəmmi? Bəli, hal-hazırda piyadaları getmək lazımdır. Bəli, şahla, piyada ilə oranı kəsdik. Gözləyəcək o vursun. Çünki onun vurmalından oranı saxlamış oluruq biz. Bəli. Bir dənə belə bir gediş. Şah veririk. Bu piyadanın qabağa gələk. Qara xanalarda saxlayaq piyadalarımızı. Və rəqibi qara xanalardan hücuma başlayacaq. Bəli, hal-hazırda piyadalarımız qara xanadadır. Və çalışacaq rəqibi qara xanalarda tutaq. Hal-hazırda gəldik. Şah verək, yenə görək hara gedir. Şah versəm gələcək bura. Və bunu qoyduq bura. Gəlin belə oynayaq. Onun qabağa gedək. Bunda gedək. Fili gələ bilmir artıq. Fili gəlsə tutulur. Vəzirə çıxdıq deyəsin. Bəli, vəzirə çıxdıq. Və buradan mat oldu. Bəli, gözəl. Var idi Belçikalı. Belçikalıya bir qoz. Keçək növbəti oyuna. Dostlar. Meksikalıdır. Hazırda rəqibimiz Meksikalıdır və gördüyünüz kimi rəqib artıq topunu verdi. Gözəl.
Rəqib hansı açılış eləyirdi ki, mən başa düşmədim. Rəqib hansı açılış eləmək istəyirdi və artıq 2 fiqur verdi. Vay 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 vay. Bəli. Keçək, davam eləyək dostlar. Davam eləyək. Proseduraya davam eləyək. Bəli. Deməli, bunun qabağa gedək ki, atı çıxaq. Hal-hazırda rəqibin sol zinanında heç nə yox. Və deyən gör, bura gəlmək istəyir də, eləmi? Qala quraq. Yəqin ki, atını yerləşdirəcək ora. Bəli, bunu quraq və atı gələk burada. İndi fili gələ bilər. Bir dənə buna hücum. Elo. Və vəzirləri dəyişməyi təklif eləyəcəm dostlara. Görək, rəqib vəzirlərimizi bizim dəyişəcək. Bəli, rəqib vəzirin dəyişmək istəmir. Nə eləmək istəyirik, bilmirəm, özüm də bilmirəm. Və hal-hazırda belə bir gediş eləyəcəm və buradan rəqibi sıxışdırmaq istəyirəm. Bəli, şah. Şah veririk rəqibə. Və belə bir şah topu getdi rəqibin artıq. Çalışacağım ikinci topu da çıxım. Gəlin görək nə eləmək istəyir bu. Bəli dostlar, davam edirik. Növbəti oyunumuza keçək görək. Rəqibimiz kimdir? Bəli, Norveçlidir. Karlsonun yerlilərindəndir. Və görək, bundan bəlkə Stafford Gambit oynadıq dostlar. Bəli, bunu vursaq, atla vursa 2 figurundan birinə hücum edirik. Bəli, bu Stafford Gambit'in
Qalamızı quraq ki də. Nə bilirlik. Aha, bu yaxşı gəldi. Bu yox eləyək buradan. Yəni belə açsaq buradan hücum eləyək. Belə görək. Alındıra bildik onu. Aha. Görək indi rəqib nə edəcək. Maraqlıdır. Belə bir oyun oynayaq. Və gələk bura. Burada elə bir təhlükəli bir şey yoxdur hələ ki. Açaraq şah veririk və növbəti gedişimiz mat gedişidir. Filin qabağını kəsdi, amma yenə də fərqi yoxdur. Atla gördüyünüz kimi həm də bu kanatı saxladıq və rəqib mat oldu. İzlədiyiniz üçün sağ olun dostlar. Güman edirəm ki, xoşunuza gəldi bu 3 oyun. Gələn bölüm görüşərik dostlar. Sağ olun, minnətdarım. Stafford Gambitini də yadınızdan çıxartmayın.